Əziz şagirdlər, axşamınız xeyir olsun. Oruç Şibliyevlə Fizika dərsləri kanalından sizi salamlayıram. Beləliklə, bugün mən sizlərə elektrik yükü, elektrik sahəsi bölməsinə aid olan test toplusunun sonunda verilən ətraflı yazılı cavab tələb olunan tapşırıqları sizlər üçün izah edəcəm. Burada maraqlı və önəmli suallar var şagirdlər. Hər biri imtahana düşəcək suallardır. Ümidvaram ki, sizlər üçün bir əhəmiyyəti olar. Beləliklə, şagirdlər, vaxt itirmədən keçən sualların izahına, deməli, ilk sualla başlayaq. Bizə ilk sualda nə deyir? Əks işarəli və modulca eyni yükə malik olan iki kürə F qüvvəsi ilə bir-birini cəzb edir. Kürələr arasındakı məsafəni dəyişdirmədən birindəki yükün yarısını o biri kürəyə versələr, onlar arasındakı qarşılıqlı təsir qüvvəsi nəyə bərabər olar? Deməli, şagirdlər, suala belə yanaşaq. Bizə deyir, əks işarəli, amma modulca eyni yükə malik olan iki dənə kürədir. Məsəl üçün, belə eləyək. Bu kürələrin birini, məsəl üçün, yükünü mənfi Q qəbul eləyək, digərini isə müsbət Q qəbul eləyək. Gördüyümüz kimi, bunlar əks işarəlidir, amma modulca eynidirlər, düzdürmü? Gəlin biz yüklər arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsinin düsturunu yazaq. F bərabərdir K vurulsun modulda Q1 modulda Q2 bölünsün R kvadrat. Doğrudurmu? İndi əvvəl bizdə yüklərin qiyməti budur və bunu ifadədə nəzərə alaq. Deməli, ifadədə nəzərə alsaq, birinci halda F1 bərabərdir K vurulsun. Gördüyümüz kimi yüklər düsturumuzda moduldadır. Ona görə burada hal-hazırda mənfinin önəmi yoxdur. Yerinə yazsaq, Q vurulsun Q-dən olacaqdır Q kvadratı bölünsün R kvadratı. Baxın, bu bizim birinci halda bu yüklər arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsidir. İndi məsələnin ikinci tərəfini analiz eləyək. Bizə deyir ki, bunlar arasındakı məsafəni dəyişmə, yəni əvvəldə R-dir, sonra da R olsun. Ona görə R bərabərdir konstant yazıram. Və bizə deyir ki, birindəki yükün yarısını o biri kürəyə versələr. Gəlin belə bir şeyə baxaq. Bura indi ikinci halda Q1 ştrix yazıram. Deməli, baxın, bu birinci yükdür. Düzdürmü? Bu da ikinci yükdür. Deməli, tutaq ki, bunlardan biri öz yükünün yarısını digərinə verir. Digərinə versək, görək nə olacaq? Bu formaya gələcək. Deməli, mənfi Q özünün yarısını digərinə versə, burada nə qalacaq birincisində? Mənfi 0.5 Q qalacaq, doğrudurmu? İkinci isə Q2 ştrix deyirəm buna. Q idi. Nə edəcək? Ondan gələn mənfi 0.5 Q-nü qəbul edəcək. Q üzərinə gəlinsin mənfi 0.5 Q. Deməli, buradan nə alınır? Buradan alınır sadəcə 0.5 Q. Deməli, belə deyək də, birindəki yükün yarısını digərinə verəndə ikinci halda yüklər bu şəkildə olur. İndi isə uşaqlar yenə də ikinci halda bunlar arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsini yazsaq, F2 bərabərdir bunu K vurulsun modulda Q1 ştrix modulda Q2 ştrix şəklində yazıram, bölünsün R kvadrat. İkinci halda yazsaq, deməli K vurulsun. İkinci halda, deməli, birincidə oldu mənfi 0.5 Q, moduldadır, bunun fərqi yoxdur. Bunu yazaq 0.5 Q, vurulsun digəri də, deməli, 0.5 Q-dür, bölünsün məsafə isə uşaqlar, deməli, dəyişmir. Elə R kvadrat. Bu ifadəni hesablasaq, deməli, F2 bərabərdir K vurulsun. 0.5-i 0.5-ə vuranda %25 4də 1 eləyəcək. Onda bu olacaqdır K, Q kvadratı bölünsün 4R kvadrat uşaqlar. Baxın, bu da bizim ikinci ifadəmiz olsun. İndi diqqətlə baxın. Birinci halda bunlar arasındakı Coulomb qüvvəsi nə qədər idi? K, Q kvadratı böl R kvadratı qədər idi. İndi isə K, Q kvadratı bölünsün 4R kvadratı oldu. Yəni, nəticədə məxrəc nədir? Məxrəc 4 dəfə artdı. Düzdürmü? Baxın, birinci halda bunun məxrəcində 1R kvadratıdır. Sonra 4R kvadratı oldu. Deməli, məxrəc 4 dəfə artdısa, kəsirin qiyməti nə edəcək? 4 dəfə azalacaq.
Deyə bilərik ki, burada qarşılıqlı təsir qüvvəsi, yəni F 4 dəfə azalar. 4 dəfə azalar. Baxın, birinci məsələmizin həlli bu şəkildə olacaq. Keçək indi ikinciyə. Eyni yükə malik olan iki kürə F qüvvəsi ilə bir-birini itələyir. Kürələr arasındakı məsafəni dəyişdirmədən birindəki yükün yarısını o biri kürəyə versələr, onlar arasındakı qarşılıqlı təsir qüvvəsi nəyə bərabər olar? Deməli, uşaqlar, eyni yükə malik olan iki dənə kürədir və bir-birini neynirlər? İtələyirlər. Məsəl üçün, burada belə bir şey eləyək. Gəlin, məsəl üçün, iki dənə müsbət yük götürək. Məsələn, bu da müsbət küdür, bu da müsbət küdür. Yenə birinci halda bunlar arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsini yazsaq, olacaqdır deməli K vurulsun. Yüklərin hasili, yəni Q kvadratı bölünsün aralığındakı məsafə R, R'in kvadratı. İndi ikinci halda yenə də birindəki yükün yarısını o birinə veririk. Verəndə ikinci halda Q1 ştrix olacaq. Bax, Q'dür. Yarısını verəndə nə qalacaq? Müsbət 0.5 Q qalacaq. Bu da həmən o 0.5 Q'nu qəbul eləyəcək. Çünki birinci öz yükünün yarısını ikinciyə verdi. Onda müsbət Q'nun üzərinə 0.5 Q gələndə elədim 1,5 Q. İndi ikinci halda bunlar arasındakı Coulomb qarşı təsir qüvvəsini yazsaq, F2 bərabərdir. K vurulsun. Yüklərin hasili. Deməli, nə eləyəcək? 10/5 vurulsun 10/15. Deməli, kənarda hesablayan uşaqlar, deməli 10/5, yəni belə deyək də 2/1 vururam 10/15-ə. Eləyəcəkdir 20/15. Onu da məsəl üçün ixtisar eləyə bilmirik. Deməli, nə olacaq onda? 20/15, 20/15, deməli Q kvadratı bölünsün R'in kvadratı. Bunu da uşaqlar deməli 5-ə ixtisar eləsək, olacaqdır K vurulsun 3Q kvadratı bölünsün 4R kvadratı. Doğrudurmu? Deməli uşaqlar, buradan da görürük ki, bax bu bizim birinci ifadəmiz olmuşdu əvvəl. Sonra isə bu formada oldu. Düzdürmü? Buradan belə bir nəticəyə gələ bilərik ki biz. Deməli, burada Coulomb qarşılıqlı təsir qüvvəsi 4/3 dəfə azalacaq. Məsəl üçün, bunu necə əmin olmaq olar? Məsələn, bu ikinci halı bir balaca bu formaya gətirək. 4/3-ü irəli ataram. Deməli, alarıqdır buradan KQ kvadratı bölünsün R'in kvadratı. Doğrudurmu? Məsəl üçün, KQ kvadratı bölü R kvadratını məsəl üçün deyirəm 100 qəbul edin. Əgər əmin olmaq istəyirsinizsə 100 qəbul edin. İndi mən KQ kvadratı bölü R kvadratı 100 dedim. Onu 4/3-ə vursam nə alaram? 75 alaram. Fikir verin, əvvəl 100 idi, sonra 75 oldu. Yəni gördükmü? Burada həqiqətən də Coulomb qüvvəsi azaldı. Nə qədər azaldı? Deyə bilərik ki, Coulomb qüvvəsi, yəni F 4/3 dəfə azalar. Bu şəkildə təyin eləmiş olarıq. Üçüncü sualda maraqlı suallardan biridir uşaqlar. Deməli, bu formadadır. Deməli, buranı verib Q1 bərabərdir müsbət 2Q. Buranı da verib, deməli, Q2 bərabərdir mənfi 8Q. Baxın, düz bu nöqtədə də tən ortada bir A nöqtəsi qeyd olunub və bu A nöqtəsindən yüklərə qədər olan məsafə R qədərdir. İndi gəlin görək bizə nə deyir? Deyir ki, A nöqtəsində Q1 yükünün yaratdığı sahənin intensivliyinin modulu Y olarsa, bu yüklərin həmin nöqtədə yaratdıqları yekun sahənin intensivliyini bizdən soruşur. Demək olar, bu birinci yükün A nöqtəsində yaratdığı intensivlik Y-dir. Bizdən isə yekun intensivliyi soruşur. İndi uşaqlar, gəlin birinci bu hər bir yükün yaratdığı intensivliyin qiymətini hesablayaq. Məsəl üçün, biz bilirik ki, intensivliyin düsturu K vurulsun modulda Q0 bölünsün R kvadratıdır. Doğrudurmu? Gəlin indi bunu birinci yük üçün yazaq. Y1 bərabərdir. K vurulsun. Birincinin yükü 2Q'dür. Bölünsün. Birinci yükdən A nöqtəsinə qədər məsafə R'dir. Buna R'in kvadratı deyirəm. Buradan nə alırıq biz? Deməli, 2, belə yazaq da bunu. Buradan alırıq ki, Y1 bərabərdir 2 dənə
k küp bölünsün r kvadrat. Və şərtə görə bu nəyə bərabərdir? Birinci intensivlik y-yə bərabərdir. Yəni mən bunu y-yə bərabər eləyə bilərəm. Bunu kənarda özümüz üçün saxlayırıq. Çünki bu bizə lazım olacaq. İndi gedirəm, həmən düsturu ikinci yük üçün tətbiq edirəm. Y2 bərabərdir, k vurulsun. Yükü mənfi olsa da düsturda yük modulda olduğuna görə, elə bunun yükünün modulda 8 küp müsbət olaraq qəbul edirəm, bölünsün. İkinci yükdən də A nöqtəsinə qədər məsafə r-dir. Oldu r-in kvadratı. Buradan da nə alırıq biz? 8 k küp bölünsün r kvadrat alırıq. Düzdürmü? Baxın, belə bir şey edirəm. Y2 bərabərdir. Bu 8 k küp r kvadratını mən 4 vurulsun 2 k küp bölü r kvadratı yaza bilərəm? Bilərəm. Az öncə yuxarıda 2 k küp bölü r kvadratına nə demişdik? Y demişdik, düzdürmü? Deməli, onda belə çıxır ki, ikincinin intensivliyi 4y-yə bərabərdir. Əla. Biz artıq hər bir yükün intensivliyini tapdıq. Şərtdə onsuz da bizə deyirdi ki, birinci yükün A nöqtəsində yaratdığı intensivlik y-dir. Biz özümüz də ikinci yükün A nöqtəsində yaratdığı intensivliyini 4y olaraq almış olduq. İndi əsas məsələ. Bu A nöqtəsində hər bir yükün yaratdığı sahənin intensivliyinin istiqamətini tapmaq düşərlər. İndi fikir verək. Birinci yük müsbətdir. Müsbət yükün intensivliyi neynir? Özündən bu istiqamətdə çıxır. Düzdürmü? Bu olsun birincinin intensivliyi. Y1. İkinci yük də mənfidir. Mənfinin bu nöqtədə yaratdığı intensivlik isə özünə daxil olur demişik. Bu da ikincinin yaratdığı intensivlik. Baxırıq ki, A nöqtəsində intensivlik vektorları eyni istiqamətdə yönəlib. Eyni istiqamətdə yönələndə yekun intensivlik necə tapılır demişik? Deməli, intensivliklər toplanır. Y1 üzərinə gəlinsin Y2. Bu da bərabərdir. Birinci yükün intensivliyi Y üzərinə gəlsin. İkinci yükün yaratdığı intensivlik 4Y. Buradan da biz A nöqtəsində yekun intensivliyin 5Y olduğunu almış oluruq. Növbəti sual. Dördüncü suala baxaq. Yenə də eyni tip sualdandır. Belə bir şey çəkək. Deməli, birinci yükün qiyməti müsbət 2Q. İkinci yükün qiyməti isə Q2 bərabərdir. Müsbət 8Q-dür uşaqlar. Tən ortada bir A nöqtəmizi qeyd eləyək. Yenə də A nöqtəsindən yüklərə qədər olan məsafə R qədərdir. İndi uşaqlar bizə deyir ki, həmən bu Q1 yükünün A nöqtəsində yaratdığı intensivlik Y qədərdir. Yenə yuxarıdakı kimi intensivliyin düsturunu yazaq və o düsturu yuxarıda yazmışıq. Birinci yük üçün yazaq, tətbiq eləyək. K vurulsun. Birincinin yükü müsbət 2Q bölünsün. Birinci yükdən nöqtəyə qədər məsafə R. Yəni R-in kvadratı. Şərtə görə bu nədir? Y-dir. İndi baxıram ki, ikinci yük üçün bunu yazsam, ikincinin yükü müsbət 8Q-dür. Onda K vurulsun. 8Q bölünsün R kvadratı. Gördüyümüz kimi ikinci birincidən 4 dəfə fərqlənir. Ona görə yenə də ikincinin intensivliyi 4Y olacaq. Yəni, bayaqki kimi formada yaza bilərsiniz. Buradan da uşaqlar biz yenə də hər bir yükün A nöqtəsində yaratdığı intensivliyin istiqamətini təyin eləsək, birinci yük müsbətdir. Bunun A nöqtəsində intensivliyi özündən çıxır. Bu olsun Y1. İkinci yük də müsbətdir. Onun da A nöqtəsində yaratdığı intensivlik özündən çıxır. Bu da olsun Y2. Fikir verirsinizsə, A nöqtəsində intensivlik vektorları əks istiqamətdə yönəlib. Onda A nöqtəsində yekun intensivliyi tapanda böyüyündən kiçiyini çıxacaq. Y2 minus Y1. İkincinin intensivliyi 4Y'dir. Birincinin intensivliyi Y'dir. Deməli, A nöqtəsindəki yekun intensivlik 3Y'yə bərabər olacaqdır. Növbəti sual. Uşaqlar, bax, bunlar önəmli suallardır. Dördüncü, daha doğrusu 5-ci sual. Deməli, 5-ci sual nədir uşaqlar? Deyir ki, mənfi nöqtəvi Q0 yükünün yaratdığı elektrik sahəsində mənfi Q yükü AB istiqamətində necə hərəkət edər? Ağırlıq qüvvəsində təsiri nəzərə alınmır. Deməli, uşaqlar, baxın, burada bir dənə yükümüz var. Düzdürmü? Özdən mənfidir. Və nöqtəvi yükdür. Yəni, sahəni yaradan yükdür. Və aşağıda da, bax, bir dənə belə bir
mənfi yükümüz var, mənfi Q yükümüz var və bu mənfi Q yükü, baxın, bu istiqamətdə hərəkət edir. İstiqamətdə hərəkət edir. Bura A nöqtəsidir, bura B nöqtəsidir. Və bir V0 sürət var. Deməli, uşaqlar, burada məsələ nədir? Baxın, sürət aşağıdır, ağırlıq qüvvəsi də burada nəzərə alınmır. Baxın, bu mənfidir, düzdürmü? Hər iki yük mənfidir, yəni eyni işarəli yüklərdir. Bu yüklər bir-birini itələyir. Yəni, bu aşağıdakı mənfi yük aşağı doğru hərəkət edəndə, bax, üstdəki bu mənfi yük də biraz da bunu nə edəcək? F qüvvəsindən bu şəkildə itələyəcək. İndi baxıram ki, qüvvə ilə sürət eyni istiqamətdədir. Eyni istiqamətdədirsə, hərəkət necə hərəkətdir? Yeyinləşən. Bax, buradan qeyd edirəm. Bərabər yeyinləşən yox, yeyinləşəndir. İndi görək necə yeyinləşir? Artan təcilləmi, yoxsa azalan təcilləmi? Baxıram ki, hal-hazırda bu aşağıdakı mənfi Q yükü bu nöqtəvi yükdən neyinir? Uzaqlaşır. Uzaqlaşırsa, F bərabərdir K vurulsun, modulda Q1, modulda Q2 böl R kvadratı düsturuna görə. Bu aşağıdakı yük nöqtəvi yükdən uzaqlaşırsa, bunlar arasındakı məsafə get-gedə neyinir? Artır. Məsafə artırsa, qüvvə neynəyəcək? Azalacaq. Onda F bərabərdir EMA düsturuna görə bu qüvvə azalsa, təcil də neynəyəcək? Təcil də azalacaq. Düzdürmü? Təcil azalırsa, onda deyə bilərik ki, bu yük azalan təcillə yeyinləşən hərəkət edir. Baxın, uşaqlar, cavabımız bu şəkildə olacaqdır. İndi gəlirəm 6 nömrəli sualın həllinə. Maraqlı suallardan biridir. Deyir, Q1 və Q3 nöqtəvi yükləri arasındakı qarşılıqlı təsir qüvvəsinin 10 milli-newton olduğunu bilərək, Q1 və Q2 yükləri arasındakı F1-2 qarşılıqlı təsir qüvvəsini müəyyən edin. Deməli, bizə hal-hazırda 1 və 3 yükləri arasındakı qarşılıqlı təsir qüvvəsini verib ki, bu 10 milli-newtondur. Məndən isə 1 və 2 yükləri arasındakı qarşılıqlı təsir qüvvəsini soruşur. Burada mötərizənin içərisində yüklər verilib, bunu yazağın. Birincinin yükü Q0'dır. İkincinin yükü, uşaqlar, deməli 2 dənə Q0'dır. Q3 isə 4 Q0'a bərabərdir. İndi uşaqlar, deməli, nəyə fikir veririk? Deməli, biz bilirik ki, yüklər arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsi K vur modulda Q1, modulda Q2 bölünsün R kvadratıdır. Doğrudurmu? İndi mən bunu 1 və 3 yükləri üçün tətbiq eləyəcəm. Yazıram ki, onda 1 və 3 yükləri arasındakı Coulomb qüvvəsi bərabərdir. K vurulsun. 1 ilə 3 yüklərinə baxıramsa yazacağım buradan. Modulda Q1 vurulsun modulda Q3 bölünsün R kvadrat. Gəlin yazağım. K vurulsun. Birincinin yükü nə qədərdir? Q0'dır. Vurulsun üçüncünün yükü 4 Q0'dır. Bölünsün. İndi 1 və 3 yüklər arasındakı uşaqlar məsafəyə baxacağıq buradan. Baxın, 1 və 3 yükləri arasındakı məsafə, baxın, bu məsafədir. Bu məsafədir. Burada neçə bölgüdür? 1, 2, 3, 4 bölgüdür. 4 bölgüdürsə, hər birinə R desəm, 4 R olmazmı? Baxın, bunların hər birinə R desəm, R və R. 4 R'dir. Kvadratı olunda olacaqdır 16 R'in kvadratı. Bu da bərabərdir. Buradan alırıq ki, bu 4 ilə bu 16-nın ixtisarəsində 4 qalacaq. Yuxarıda olacaqdır K Q0 kvadratı bölünsün 4R kvadratı. Şərtə görə bu nə qədərdir deyir? 10 milli-newtondur. Onda buradan belə bir ifadə ala bilərik də. Yaza bilərik ki, K Q0 kvadratı bölünsün R kvadratı 40'a bərabərdir. Bax, bu ifadədən aldım. Bax, bunu kənarda özümüz üçün qeyd edirik. İndi bizə nə soruşur? 1 ilə 2 yüklər arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsini soruşur.
Gedək indi onu yazaq. Yazıram ki, onda F1,2 bərabərdir. K vurulsun. Modulda Q1, modulda Q2 bölünsün. R1,2 kvadrat. Yəni, istəsəniz burada da 1 və 3 yazaq. Bu da bərabərdir. K vurulsun. Birincinin yükü Q0 idi. Vurulsun ikincinin yükü 2Q0 idi. Bölünsün. İndi 1 və 2. Baxın, indi bura. Deməli, burada 1 və 2. Yükləri, bax, buradır. Burada 2 bölgüdür. Hər birinə R deyəndə 1 və 2 yüklər arasındakı məsafə 2R'dir. Kvadratı olacaqdır. Onda 4R'in kvadratı. Bax, bununla da bu ixtisar gedir. Buradan 1 və 2 yüklər arasındakı Coulomb qüvvəsini alırıq ki, K Q0 kvadratı bölünsün 2R kvadratıdır. İndi uşaqlar, biz yuxarıda az öncə K Q0 kvadratı böl R kvadratını 40 almışdıq. Buradan da onda 40 bölünsün 2-dən cavabımız olacaqdır 20 milli-newton. Belə şahidlər. İndi baxalım 7 nömrəli suala və artıq çox uzatmadan birbaşa yazacağım uşaqlar. Deməli, 1 ilə 2 arasındakı Coulomb qüvvəsini verib bizə. Deməli, K vurulsun. Birinci yük Q0'dır, vurulsun ikinci yük. O da Q0'dır, bölünsün. 1 və 2 yüklər arasındakı məsafə 2 bölgüdür. Hər bölünə R desəm kvadrat olacaqdır. Deməli, 4R kvadrat. Yəni, buradan alırıq ki, K Q0 kvadratı bölünsün 4R kvadratı nəyə bərabərdir? 15'ə bərabərdir. Onda deyə bilərikmi ki, K Q0 kvadratı bölünsün R kvadratı nədir? 60'a bərabərdir. Bunu da burada qeyd elədik. İndi gedirik 1 və 3 arası yüklər üçün qarşılıqlı təsir qüvvəsini yazırıq. Bu da olacaqdır K vurulsun. Birincinin yükü Q0, üçüncünün yükü 3Q0 bölünsün. 1 və 3 yüklər arasındakı məsafə 3 bölgüdür. Hər birinə R demişik. 3R'di məsafə kvadratı olacaq 9R'in kvadratı. Bundan da bu gedir. Buradan K Q0 kvadratı bölünsün 3R kvadratı alınır. Az öncə yuxarıda da K Q0 kvadratı bölü R kvadratına 60 demişdik. Bu da bərabərdir. 60 bölünsün 3'dən cavabımız olacaqdır yenə 20 milli-newton. Növbəti sualla davam eləyək. 8 nömrəli sual. Koordinat başlanğıcına yerləşən nöqtəvi Q0 yükünün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyinin modulu 52 volt böl metrdir. Deməli, A nöqtəsində intensivliyin qiyməti 52 volt bölünsün metrdir. Bu da önəmli suallardandır. Deyir, bu yükün B nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyinin modulunu hesablayın. Deməli, uşaqlar, gedirik intensivliyin düsturunu yazırıq. Y bərabərdir. K vur. Modulda Q0 bölünsün R kvadrat. İndi uşaqlar, fikir verirsinizsə, hər iki halda sahəni yaradan bax bu yükdür. Q0'dır. Yəni bu Q0 burada dəyişmir. Sahəni yaradan bu yükdür. Onda intensivlik məsafə ilə necə asıldır? Tərs kvadratik asıldır. Tərs kvadratik asıllıq qursaq yaza bilərik ki, YA bölünsün YB bərabərdir. RB'nin kvadratı bölünsün RA'nın kvadratı. İndi uşaqlar, bizim üçün önəmli məsələ buradan yükdən nöqtəyə qədər olan məsafəni təyin etməkdir. Bax, bu məsafəni təyin elədiksə, bizim məsələmiz artıq hazırdır demək olar. İndi, deməli, buradan seçilən rəng götürək. Belə eləyək. İndi fikir verin uşaqlar. Deməli, R-A məsafəsini tapacağım ilk öncə. Baxın, R-A məsafəsini təyin eləyəcəm. R-A məsafəsi, yəni A-nın yükə qədər olan məsafəsi bu məsafədir. Bu məsafəni tapmaq üçün, indi bax, burada bir dənə düzbucaqlı süzək qururam. Düzdürmü? Bura qədər 1 bölgüdür, bura qədər 2 bölgüdür. Düzbucaqlı üstbucaqdan hesablasam, onda R-A məsafəsi olacaq kök altında 1'in kvadratı, üzərinə gəlsin 2'nin kvadratı. Buradan nə alırıq biz? Kökdə 5 alırıq, düzdürmü? İndi keçirəm R-B məsafəsini tapmağa. İndi bunda bir dənə rəngini
dəyişərək göstərim. B nöqtəsindən baxın, bu yükə qədər olan məsafə bu məsafədir. Mənə bu məsafə lazım. Yenə də burada bir dənə düzbucaqlı üçbucaq qururam uşaqlar. İndi fikir verin. Bura qədər 3-dür. Bura qədər 2-dir. Yəni uzunluğu 3, eni 2-dir. Onda yazacağam ki, kökün altında 3-ün kvadratı üzərinə gəlsin 2-nin kvadratı. Bu da olacaqdır kökdə 13. Uşaqlar, bunları biz qeyd elədik. İndi gedib bu ifadədə bax, buradakı bu yazdığımız nisbətdə yerinə qoyub hesablasaq, deməli A nöqtəsinin intensivliyi 52-dir, bölünsün. B nöqtəsindəki intensivliyi bilmirik, bərabərdir. RB məsafəsi kök 13-dür, kvadratından 13 çıxacaq, bölünsün. ERA məsafəsi kök 5-dir, kvadratından 5 çıxacaq. Bununla bunu ixtisar eləyəndə burada 4 qalır. Buradan da çarpaz şəkildə vursaq, B nöqtəsində yükün yaratdığı intensivlik olacaqdır. 20 volt bölünsün metr. Və 9 nömrəli sual görək nə deyir? Eyni sual tipindəndir uşaqlar. İndi bizə B nöqtəsindəki artıq intensivliyi verib 25 volt bölünsün metr. Bizdən bu yükün A nöqtəsində yaratdığı sahənin intensivliyini soruşur. Eyni düsturdur. Sahəni yaradan yenə bu nöqtəvi yükdür. Onda intensivlik dedik ki, məsafə ilə tərs kvadratik şəkildə asıldır. Asıllıq qurarıq ki, YA böl YB bərabərdir. RB-nin kvadratı bölünsün RA-nın kvadratı. İndi yenə də bizə bu məsafələr lazımdır. Birinci məsafə bu məsafədir. A nöqtəsindən yükə qədər məsafə. Burada bir dənə düzbucaqlı üçbucaq qurduq. Yenə də RA məsafəmiz olacaq kökün altında. Bu üçbucağın bir tərəfi baxın 1, digər tərəfi isə 2-dir. Yazıram onda 1-in kvadratı üstə gəl 2-nin kvadratı. Buradan aldıq kökdə 5. RB məsafəsini hesablamalıyıq. Bu da kökün altında olacaq. Çünki fikir verin bura. B nöqtəsindən yükə qədər olan məsafə bu məsafədir. Yenə də burada bir dənə düzbucaqlı üçbucaq qururuq bu şəkildə. İndi bunun bir tərəfi yenə 3-dür, digər tərəfi isə 2-dir. Yazarıq onda. 3-ün kvadratı üstə gəlsin 2-nin kvadratı. Buradan nə alınacaq? Yenə də kökdə 13 alınacaq. Doğrudurmu? İndi bunu buradan nəzərə almış olsaq, A nöqtəsində yükün yaratdığı sahənin intensivliyini bilmirik. B nöqtəsində 25-dir, bərabərdir. RB kök 13-dür. Kvadratından ilə 13-ün özü çıxacaq. RA kökdə 5-dir, kvadratı 5 olacaq. Buradan da bax, bununla bu ixtisar getdi, 5 qaldı. Çarpaz şəkildə vursaq, A nöqtəsində bu yükün yaratdığı intensivlik 5 vurulsun 13-dən 65 volt bölünsün metr olacaqdır. Və uşaqlar, nəhayət çatdıq sonuncu və maraqlı suallarımızdan birinə. Deyir ki, vakuumda nöqtəvi yüklərdən eyni məsafədə yerləşən A nöqtəsində Q1 yükünün yaratdığı elektrik sahəsinin intensivliyi modulu Y-dir. Yazaq. Bax, bu bir yükünün A nöqtəsində yaratdığı intensivlik Y-dir. Mənə deyir, bu nöqtədə hər bir elektrik yükünün yaratdığı elektrik sahəsinin intensivliyinin istiqamətini və modulunu şəkildə təsvir etməklə yekun elektrik sahəsinin intensivliyinin istiqamətini çəkin və modulunu hesablayın. Gəlin uşaqlar, baxın bu şəkli burada təsəvvür eləməyə çalışın. Bax, burada bir A nöqtəmiz var. Bizim A nöqtəmiz olsun. Hər biri eyni məsafədədir. Məsəl üçün, burada bir yükümüz olsun. Bu yükümüz nədir? Q1 bərabərdir, müsbət Q-dür. Bundan aşağıda eyni məsafədə. Deməli, Q3 bərabərdir, mənfi 2Q yük var və buradan da sol tərəfdə eyni qədər məsafədə Q2 bərabərdir, müsbət 4Q yükümüz var. Uşaqlar, hər biri də mənə deyir ki, A nöqtəsindən eyni qədər məsafədə. Hər birinə R deyirəm. İndi bu A nöqtəsindən mən yekun intensivliyin qiymətini də tapmalıyam, istiqamətini də tapmalıyam. Gəlin, ilk öncə qiyməti tapaq. O da, baxın, bizə verilən bu şərtdən tapa bilərik. Çünki intensivliyin düsturu Y bərabərdir, K vurulsun, modulda Q0 bölünsün R kvadratıdır. Bunu birinci üçün yazsam, olacaqdır Y1 bərabərdir K
K vurulsun. Birincinin yükü sadəcə Q-dür və birinci yükdən A'ya qədər məsafə R kvadrat. Şərtə görə bu nədir? 7-dir. Yəni K2 bölü R kvadratı 7-dir. İndi gedirəm ikinci yükün A nöqtəsindəki yaratdığı intensivliyi tapmaq üçün K vurulsun. İkincinin yükü 4Q-dür, bölünsün. Yenə də A'ya qədər məsafə R kvadrat. K2 bölü R kvadratı 7 isə 4K2 bölü R kvadratı 4Y bərabər olacaq. Bunda qiymətini tapdıq. Və üçüncü yükün də yaratdığı intensivini tapsaq, K vurulsun. Yükü mənfi olsa da düsturdan moduldadır. Ona görə qiymətdə mənfinin önəmi yoxdur. Yükü 2Q-dür, bölünsün. Üçüncü yükün də A'ya qədər məsafə R-dir, R kvadrat. K2 bölü R kvadratına yuxarıda Y demişiksə, onda 2K2 bölü R kvadratı 2Y-yə bərabər olacaq. Qiymətləri tapdıq uşaqlar. İndi əsas məsələ burada nə etməkdir? Bax, istiqamətləri göstərməkdir. Gəlin göstərin. Deməli, birinci yük müsbətdir. Müsbət olduğuna görə A nöqtəsində bunun intensivliyi özündən çıxır. Düzdürmü? Nə qədərdir qiymət özdə? Y1, Y-dir. Üçüncü yük mənfidir. Mənfinin intensivliyi də neyinir? Özünə daxil olur. Bax, bu şəkildə özünə daxil oldu. Bunun da mən intensivliyini tapmışam 4Y qədər. Bunu da tapmışam 4Y qədər. Və ikinci yük müsbətdir. Onun da bir dəqiqə estağfurullah 4Y yox ya. Üçüncü yükün intensivliyini 2Y tapmışıq. Az qalsın məsələmiz bura qədər gəlib səhv gedirdi. Deməli, ikinci yükümün də yaratdığı intensivlik 4Y-dir və müsbət olduğuna görə onun intensivliyi bu istiqamətdə özündən çıxır və qiyməti nə qədərdir? 4Y-dir. Gəlin indi bunu aşağıda bir təsəvvür eləməyə çalışaq uşaqlar. Deməli, sanki düşünək. Burada bir A nöqtəmiz var və aşağı doğru Y ilə 2Y var. Eyni istiqamətdə olduğuna görə toplandı, boladı, elədi deməli 3Y. Sağa doğru da A nöqtəsində nə var? 4Y var. Fikir verirsə, bunlar bir-birinə necə yönəlib? Perpendikulyar şəkildə yönəlib. Onda perpendikulyardirsə, mən A nöqtəsindəki yekun intensivliyi necə tapa bilərəm? Kökün altında bunların cəmi. Yəni 3Y-nin kvadratı üzərinə gəlinsin 4Y-nin kvadratı. Bu da bərabərdir. Kökün altında olur 25Y kvadratı. Bundan da çıxır 5Y. Deməli, yekun intensivlik A nöqtəsində 5Y'dir. Bəs istiqaməti bu vektorların baxın kəsişmə nöqtəsindən çıxan bu diaqonal yekun intensivliyin istiqamətini verəcək və qiyməti də 5Y-yə bərabər olacaqdır. Belə şagirdlər ikinci hissənin birinci mövzusuna aid olan deməli, ətraflı yazılı cavab tələb olunan tapşırıqlar aid, deməli, belə deyək, bu sualları bitirdik. Maksimum dərəcədə ətraflı izah eləməyə çalışdım ki, qaranlıq qalan bir şey olmasın sizə. Ümidvaram ki, öyrədici bir video olmuş olar. Fikirlərinizi yorumlarda gözləyirəm. Növbəti videolarda görüşənə qədər şagirdlər özünüzə yaxşı baxın, sağ olun, sağlıqla qalın.